Niye Kəbəni 7 dəfə tavaf edirik? Kəbə ətrafındakı 7 dövrə böyük sirrin bir parçasıdır. Biz 7 dəfə tavaf edərək həm kainatın zikrinə qoşulur, həm də nəfsimizin 7 pilləsindən ucalırıq. Çünki tavaf sadəcə bir yürüyüş deyil, günahlardan bağışlanma, ruhun ağır yüklərdən azad olması və Rəbbin sonsuz rəhmətinə sığınmaqdır. Hər bir dövrə keçmişin xətalarını silib süpürür. Hər addım qəlbi biraz daha nurlandırır. 7-ci dövrə bitəndə artıq geridə qalan günahların yükü deyil, bağışlanmanın verdiyi o sonsuz yüngüllükdür. İnsan sanki anasından doğulduğu ilk günkü kimi günahsız və tərtəmiz bir başlanğıca addım atır. Allahım, bu müqəddəs mərkəzdə sənin beytinin ətrafında dönən hər bir qəlbi rəhmətinlə qucaqla. Etdiyimiz tavafları, günahlarımızın kəfarəsi, tövbələrimizi mənəvi qurtuluşumuz et. Bizə bu eşqi hər il yaşamağı, bu müqəddəs torpaqlara üzü ağ qayıtmağı nəsib elə. Amin. قبل السؤال